Salam, əziz, dəyərli, çox hörmətli, möhtərəm izləyicilər, dostlar. Hər birinizi mən təkrardan salamlayıram. Bu gözəl gündə yenidən görüşdük, yenidən bir yerdəyik. Dostlardan ikinci bölüm çəkilişindən sonra biz təkrar gözəl bir bölüm oldu. Hər kəs də dərsimizi izlədi. Minnətdaram. O səhv eləmirəmsə, deməli 6-cı günü yayınlanmışdı. Bəli, deməli bugün bilirsiniz ki, dərsimizin adı ruh və insan idi. Keçən mühazirəmizin mövzusu özümüzü necə tanıyaq, şuur və mənlik özünü dərk mövzusu haqqında idi. Xülasə olaraq bildirmək istəyirəm ki, mövzumuz əslində çox dərin bir mövzuydu. Biz özünü dərkin çox mühüm olduğu və həqiqi hədəfə getmək yolunda çatmaq, məqsədimizə, hədəfimizə çatmaq yolunda bizə əvəzsiz köməklərinin olduğu bir mövzu, bir şey olduğunu dedik və özünü tanımanın bir digər faydalarından biri olaraq da biz dedik ki, özünü tanıyan Rəbbini tanıyar, özünü tanıyanın, tanımanın biz 3 dənə xeyrindən danışdıq, 3 dənə faydasından danışdıq. Dedik ki, özünü tanıyan şəxs islahatı kəmalı üçün çalışar, özünü tanısa, özünə qarşı diqqətli olar, həssas olar, günah etməz, öz şəxsiyyətini uca tutar, özünü tanısa həddini bilər. Çünki Allah insanlara hədd qoyub və sizə düşünməyə 3 dənə sual qoymuşduq. Bu sual da mən kiməm, nə üçün yaşamalıyam və necə yaşamalıyam haqqında olacaq idi. Aha. Xülasəmizi verdikdən sonra dəyərli insanlar, biz keçid edək bizim bir digər mövzumuza. Bir digər dərsimizin mövzusu, yəni bugünkü dərsimizin mövzusu nəfsin mərhələləri və mənəvi təkamül haqqında olacaqdır. Bu da çox mühüm. Ümumiyyətlə bizim bu dərslərimizin hamısı mühümdür. Hamısı, yəni biri ay olsun, biri o elə bir şey yoxdur. Amma ən mühümlər də var. Biri var mühüm sual, biri də var ki, ən mühüm sual. Bunun kimi. Bu mühümlər arasındadır. Nəfsin mərhələləri və mənəvi təkamül haqqında bizim söhbətimiz var. Deməli deyirik ki, insanın içində daim 2 səs var. Biri onu ucalığa çağırır, digəri isə sadəcə rahatlığa, arzulara, şərtlərə tabe olmağa dəvət edir. Bu görüş və mübarizə insan həyatının əsas psixoloji və mənəvi dinamizmini təşkil edir. Yəni, nəfs sözü bu daxili səslərin qaranlıq və işıqlı impulsların bütövlüyünü ifadə edir əslində. Çünki pisliyə əmr edən nəfs əslində insana yalançı rahatlıq, yalançı komfort, yalançı bir dünya sistemi təqdim edir və bu vəd etdiklərindən insanın əbədi rahatlığının yaranacağını vurğulayır əslində. Amma bu əsla belə deyil, bu nəfsin bir oyunudur. Bu oyuna düşməməliyik. Mən də çalışıram, inanın. Bu oyuna düşməmək üçün çalışmalıyıq. Nəfs ya insanı idarə edir, ya da insan nəfsi tərbiyə edərək özünü aşır. Başa düşürsünüzmü? Bu dərsdə biz bu yolun xəritəsini çəkəcəyik. Bəli, demək. Birinci olaraq, nəfsin nə olduğu haqqında danışmalıyıq. Nəfs nədir? Xam enerji və daxili meyllər. Bunu da qeyd etməliyəm ki, hörmətli izləyicilər, nəfsi sadəcə pis istək, pis arzu olaraq adlandırmamalıyıq. Bu da var. O sənin içindəki xam enerjidir. Ehtiyaclar, qorxular, istəklər, vərdişlər və s.
Bu enerji düzgün istiqamət alanda insanı yaradıcılığa, əzmkarlığa, sağlam həyata və həqiqi hədəf olan kamilliyə də apara bilər. Həqiqi mənliyə, əxlaqa apara bilər. Yəni nəfsi tamamilə pisləməyəcək. Bunu qeyd etdik. Nəfsi tamamilə pisləmədən sadəcə olaraq belə deyək, nəfsi düzgün şəkildə istifadə etməliyik, yönləndirməliyik. Da maşın nətər bir var ki, sən maşın nə vaxt ziyanlı olar, nə vaxt insan sağlığına nə vaxt ziyanlı olar, sənin əlindədir. Sən bunu sürüb aparıb doxara vurursan. Aparıb sən bunu nə bilim bir üzr istəyir, bir stolbaya, bir şeyə vurub dağıdırsan, içində də hər dəfə bir yaralanırsan, xəstəxana. Onda qıraqdan baxa deyir, hə, ziyanlıdır məndə. Xeyr, bu sənin əlindədir. Sən bunu düzgün istiqamətləndirsən, bu sənə xeyirdir. Səni iş yerinə aparır, səni getməli olduğun yerə çatdırır. Bir nəqliyyat vasitəsi də misal olaraq deyirəm, bu da onun kimi. Düzgün yönləndirməliyik. Tamamilə nəfs yaramır deyib, yox, o da düzgün deyil. Tərbiyə etməliyik da. Budur mən demək istədiyim. Amma istiqamət itəndə eyni enerji tələyə, egoya və ziyana çevrilir. Beləliklə nəfs həm imkandır, həm də imtahan. Yəni onu tanımaq ilk şərtdir. Başa düşürsünüz? Bunları bilməliyik. Yəni nəfsin nə olduğunu biz bildikdən sonra nəfsin mərhələlərinə də müraciət etməmiz yaxşı olardı. Bugünkü dərsimizdə nəfsin mən 7 mərtəbəsi haqqında danışmayacağım, sözün düzü. Çünki bu bizim ən axırıncı, bilirsiniz də mən 4 bölməyə bölmüşəm. 29 dərsdir bizim ruh və insan dərsləri və belə deyək, bu hələ ki insanın mahiyyəti mənlik dərəcəsində, yəni ilk bölmənin dərsləri olduğu üçün ilk bölmə də 7 dərsdən ibarətdir. Bugün biz artıq 3-cü dərsimizdəyik. Ona görə ən axırıncı təxmini bir 20-dən sonraki mövzularda dərinlikli şəkildə 7 dərəcəyə kimi çıxacaq. Yəni başa salma. Bugün 3-ünü danışacağam. Deməli, mənəvi ənənələrdə nəfs mərhələlərə bölünür. Bu mərhələlər insanın daxili transformasiyalarının bir pilləsidir. 1. Nəfsi əmmarə, 2. Nəfsi ləvvamə, 3. Nəfsi mutmainnə. Bu adlar ümid edirəm, yəni sizə aydındır. Deməli, nə dedim? Nəfsi əmmarə dedik, əmr edən nəfs, arzuların sürətli reaksiya və doyum axtarışının hökm sürdüyü vəziyyət. İnsanın davranışını nəfsi istəklər idarə. Yəni, burada insanı nəfs idarə edir. İnsan nəfsi idarə eləmir, nəfs insan idarə edir. Baxmır, yaxşıdır, pisdir, nədir? Eləməlisən, elə bil o dilərə taxt qurub içəridə. Taxt hökümdarlıq qurub oturub stolda, belə deyək. Nəfs, ikinci dərəcə nəfs-i ləvvamə bu qəlbin tövbə edən, yəni vicdanın oyandığı mərhələyə deyilir. Yəni insanın səhvlərini gördüyü, peşmanlıq hissi keçirdiyi, amma hələ tam nəzarət qura bilmədiyi zamana deyilir. Yəni bir çoxumuz elə başa düşürəm buradayıq, birincidə olmasaq belə buradayıq, buradan o tərəfə hələ ki gedə bilməmişik. Yəni səhv eləyəndə peşman oluruq, amma tam şəkildə yenə o hökmranlığı ondan ala bilmirik. Yəni çox çalışmalıyıq davamlı şəkildə ki bunu edək. Bu da buydu. Peşmançılıq hiss etdiyi, amma hələ də tam nəzarət qura bilmədiyi zaman. Nəfs-i mutmainnə isə aramlaşmış, yəni sakitləşmiş nəfs, ruhun sükunət tapdığı, istəklərin nəfsə tabe olduğu və insanın daxili balansı bərpa etdiyi mərhələ, yəni burada insan özü ilə sülh içərisində. Yəni artıq insan yavaş-yavaş nəfsi istəklərini yaxşı yöndə, faydalı yöndə istifadə etməyə, yönləndirməyə və istəkləri tam əl altına alıb artıq o daxili xoşbəxtliyi hiss etməyə başladığı bir zaman olaraq adlandırılır. Və bu mərhələlər təkcə dini kateqoriyalar deyil, onlar psixoloji və praktiki inkişaf proseslərinin konkret təzahürüdür. Yəni bu hər keçid kiçik ölçüdə ölüm və dirilmə kimidir. Yəni köhnənin ölümü, yeninin doğulması kimi biz bunu başa düşə bilərik. Yəni
Xülasə olaraq demək istəyirəm ki, nəfsi tamamilə pisləmək də yox. Bayaqki verdiyim misal kimi, nəfsi doğru yolda idarə etməyə başlamalıyıq. Yəni, nəfsi yaxşılıqlara doğru, yəni əl altına alıb, gözəl istəklərə tabe etməliyik. Yaxşı, faydalı işlərə, belə deyək, layiq görməliyik. Bir digəri isə mənəvi təkamül, praktik yol və daxili laboratoriya. Bu da mənəvi təkamül təsadüfü deyil, o məqsədli iş, gündəlik təcrübə və niyyət tələb edir. Başa düşürsünüzmü? Bu yolun əsas elementləri haqqında danışacağım. Bu təxmini bir 5 dənə sizə mən deyəcəm ki, bunlar bizə lazımdır. Deməli, birincisi şuurlu müşahidə. Öz reaksiya və istəklərini qəhrəmanlıqla müşahidə et. Nə zaman nəfsin səsini eşidildiyini tanı. Yəni, ilk öncə oturub düşünək ki, nəfs məndən nə istəyir? Məsələn, nəfs məndən bunu istəyir. O düşüncəni. Bu, görəsən, yaxşı bir şeydirmi, yoxsa pis bir şeydirmi? Bu sizə asan gələ bilər, amma asan gəlməsin. Bunlar olmadan da inkişaf olmaz. Sonra düşün ki, bu mənə xeyir olacaqmı? Bu, Allahın yolu, bu günahdır, nədir? Görəsən ki, yox, bu heç bir xeyir yoxdur. Orada artıq ona stop qoymağa çalışmalıyıq ən azından. Sözümüzü keçirtməyə çalışmalıyıq. Müşahidə etməliyik. Bir digəri kiçik acılıqlar və qəzəbli kiçik acılıqlar və imtahanlar. Bu isə qəzəbi susturmaq, ləzzətdən imtina etmək, egoya sükut vermək. Bunlar nəfsin tərbiyə üsullarından biridir, dəyərli izləyicilər. Yəni, maksimum qarşı qoymağa çalışmalıyıq. Maksimum əlimizdən gəldiyi qədər qarşı qoymağa çalışmalıyıq ki, bir qədər biz mərhələlər atlaya bilək. Bir digərim niyyət və istiqamət. Niyyətin ara, mənzilin ora bir söz vardır. Yəni, hər hərəkət niyyətlə edilməlidir. Niyyət ruhun istiqamətidir dərsimizə də uyğun olaraq. Niyyətsiz əməl formalaşmış davranış olaraq qalar. Başa düşürsünüzmü? Yəni, niyyət etməliyik, Allahdan istəməliyik, daim namaz, Quran, dualarımız etməliyik. Yəni, biz bunları bilməliyik. Bir digəri zikir, dua və təfəkkür ruhun təmizlənməsi üçün sükut və ibadət həyatında yer almalıdır. Bu, daxili enerjinin təkrar mövqeyə gətirilməsidir, yəni. Xidmət və mərhəmət. Nəfs yalnız özünü düşünəndə bərbad olur. Başqasına xidmət nəfsin sərhədlərini açır və onu genişləndirir. İndi bizim acizanə daha indi sizlərə etmək istədiyimiz budur. Biraz da vaxt azdır, ona görə tam dərinliyinə girə bilmirəm, çox təəssüf ki. Artıq neçənci dəqiqədəyik? Mənəvi təkamül təkcə pisdən qorunmaq deyil, əksinə nəfsi yeni bir məqsədə çevirməkdir, onu ilahi bir işə çevirmək lazım. Yəni, nəfsi öz ovcunun içindəki, yəni öz tabeliyin altına alıb, onu ilahi yolda doğru şəkildə yönləndirmək, istiqamət verməkdir bizim əsas sizə çatdırmaq istədiyimiz. Başa düşürsünüz? Dördüncü olaraq isə biz acizanə praktiki tövsiyələrim var siz dəyərli izləyicilərimə, dinləyənlərə. Gündəlik bir mini proqram sizə demək istəyirəm. Deməli, bu yolda kiçik, davamlı, gündəlik, davamlı addımlar böyük nəticə verir. Belə başlaya bilərik. Gündəlik bir 5 dəqiqə oturub müşahidə etməliyik. Bunu biz oxuduqlarımızdan, ustadlardan aldığımız təhsil nəticəsində planlaşdırmışıq, özüm də maksimum əməl eləməyə çalışıram. Bəli, gündəlik bir 5 dəqiqə vaxt ayırmalıyıq. 24 saat çərçivə, 23 saat 56 dəqiqədə bir gün oturub bir, belə deyək, 5 dəqiqəli müşahidə etməliyik. Gün içində bir 3 dəfə dayan və düşüncələrini sadəcə müşahidə et. Bu bir. Gündə 3 dəfə 5 dəqiqəni ayır, 15 dəqiqəni, 23 saat, 56 dəqiqə, 24 saat içərisində 15 dəqiqəni ayırmağa ümid edirəm, vaxtım vardır. 15 dəqiqəni ayır və özün haqqında düşün. Gündə 3 dəfə. Necə ki, gündə 3 dəfə yemək yeyirik,
Yemək yemədən dura bilmirik. Bunu da gündəlik rutin halına gətirməliyik və bizim düşüncələrimizin yaxşımı, pismi olduğunu düşünməliyik və bu yolda biz bir plan qurmalıyıq, çarə tapmalıyıq. İkinci, həftəlik sınaqlar, yəni bir gün şadlıq. Məsəl üçün şirniyyatı azalt, digər gün isə xeyriyyə üçün kiçik bir şey. Çox da belə deyək ki, bu haqda mən danışmışam. Yəni təkcə qarın doydurmayaq, ruhumuzu da doyduraq. Elm, irfan sahibi olaq, oxuyaq, kitab oxuyaq, yazaq, məqalə oxuyaq, öz inkişafımız üçün ruhumuzu da doydurmalıyıq. Nəyə görə mən belə bir mövzu seçdim, ruh və insan? Çünki elə lazım həyata mənə, yəni bu ikisidir da, yəni bu həyat, ruh və insan. Ona görə. 3. Jurnal günün sonunda, hər günün sonunda bir səhifə yaz. Nəfs hansı anlarda güclü idi? Sən onu necə idarə etdin? Məsəl üçün, bu anlarda güclüdür. Nəsə vurub yıxmaq istəyirdi məni. Amma mən nəsə, belə deyək ki, ona qalib gələ bildim. Bu nəyə görə oldu? Niyə nəfs birdən-birə coşdu? Məsəl üçün, filan səbəbə görə, filan məsəl üçün bir televiziya verilişinə görə, məsəl bir kinoya görə və s. Hə, deməli, bunları mən stop qoymalıyam. Aha, bax bu. Yəni, nəfs hansı anlarda güclü idi və sən onu necə idarə etdin? Dördüncüsü, zikir və təfəkkür saatı. Bu olmalıdır. Həmişə olmalıdır. Hər gün qısa dua və ya zikrə vaxt ayır. Bu ruhun ritmini bərpa edir. Dəyərli sayınlar. Beşincisi, məqsədli xidmət. Ayda bir dəfə belə olsa başqasına fayda verərək konkret iş planına xidmət nəfsi təsirsizləşdirir, üzr istəyirəm. İndi bizim də, mən də nəyə görə, baxın bu yolda mən də ona görə sevincliyəm. Ona görə mən də bu yolda addım atıram. Sağ olsun, təbii ki də mənim dostlarım olmasa, bizim yaxın qardaşlar olmasa, onların köməyi olmasa, təbii ki, mən də heç nə eləyə bilmərəm. Onlar da bu yolda mənə köməkçidirlər, əziyyət çəkirlər, qoyurlar, idarə edirlər. Təşəkkürümü bildirirəm. Yəni, ümumiyyətlə, bu praktiklər tədricən nəfsi dəyişdirir, onun hökmünü zəiflədir, enerjisini yönləndirir və ruhun işığını da artırmış olur. Yekun nəticəyə gəldik, sona gəldik. Nəfs insanı ən böyük testidir. Nəfs insanın ən böyük testidir və eyni zamanda da ən güclü müəllimidir. Sən nəfsi məhv etmirsən, sən onu tanıyır, tərbiyə edir və ona yeni bir məqsəd verirsən. Doğru yolda istiqamətləndirirsən. Hər bir kiçik zəfər səndə ruhun sükunətini yaradır. Hər sükunət isə insanı azad edir. Yəni, sonda isə belə bir cümlə demək istəyirəm. Nəfsini tanıyan özünü tanıyar, özünü tanıyan da Rəbbini tanıyar. Görürsünüz də güzel. Nəfsini tanıyan özünü tanıyar, özünü də tanıyan Rəbbini tanıyar. Dəyərli dostlar, dəyərli izləyicilər, bugünkü dərsimizin də sonuna gəlmiş olduq. Ümid edirəm sizlərə maksimum bir şey verməyə çalışdım. Maksimum sizlərə əlimdən gələn qədər ötürməyə çalışdım. Ümid edirəm ki, sizlər üçün də faydalı oldu. Maksimum əlimdən gəldiyi qədər tez-tez sizlərlə çıxış etməyə vaxt tapdıqca, biraz bizim də işlərimiz olur, vaxt tapdıqca sizlərin qarşısına çıxmağı dua edirəm, sizlərə xidmət etməyi arzulayıram və ümid edirəm ki, sizlər də izləyib, dinləyib bir şey öyrənirsiniz və hər zaman yanınızda da qeyd kitabçalarınızı hazır eləyin. Hər dərsdən bir cümlə də olsun, bir şey alın, 29 dərsdə. Axırda da bir oturun, düşünün, bizə də çoxlu dua eləyin. İnşallah ki, biz də daha da gələcək illərdə sizlərə daha da yaxşı xidmət eləyək. Gələcək dərsimiz çox maraqlı olacaq. Dinləməyinizi tövsiyə edirəm. Gələcək dərsdə görüşənə qədər diləyirəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.